Təsəvvür et, xəyal etdiyin o böyük vəzifəyə nəhayət ki, təyin olunmusan. Yəni, bəlkə də illərlə, uzun müddət bunun üçün çalışmısan. Təbriklər ardı arası kəsilmir, o yeni parlayan ofis. Masanın üzərindəki o yeni vizit kartlar. Düzdür. Hər şey elə mükəmməl görünür ki, sanki böyük bir marafon bitib və sən artıq finiş xəttini keçmisən, amma bilmədiyin, bəlkə də heç kimin sənə açıq demədiyi dəhşətli bir reallıq var. Və o reallıq adətən çox baha başa gəlir. Tamamilə, yəni atdığın ilk səhv addım, mühiti düzgün oxumamağın, şirkətə düz 2,7 milyon dollara başa gələ bilər. Və bilirsən, bu sadəcə hansısa qorxutmaq üçün deyilən fərziyyə deyil, real statistikadır. Xoş gəldin, sən artıq qürurverici bir zirvədə yox, hər an partlamağa hazır olan minalanmış bir ərazidəsən. Bax, məhz bu illüziya ən böyük təbədir. Çünki əksər insanlar yüksəlişi bir növ inkişafın son nöqtəsi kimi görürlər. Reallıqda isə bu tamamilə dumanlı, qaydaları tamamilə dəyişmiş, yeni bir oyunun sadəcə ilk saniyəsidir. Elə buna görə də bugünkü dərin təhlilimizdə biz düz bu təhlükəli zonanın mərkəzinə, fırtınanın tam gözünə enirik. Həmişə öyrənməyə can atan, yeni nələrsə kəşf etməyi sevən və bəlkə də elə bu dəqiqə öz karyerasında yeni bir mərhələyə qədəm qoyan dəyərli dinləyicimiz, bugün səninlə birlikdə çox həyati bir mövzunu araşdıracağıq. Yeni vəzifəyə keçid dövrünü. Dəqiq. Missiyamız aydındır. Bəzi liderlərin yeni vəzifələrində niyə dərhal parladığını, digərlərinin isə niyə qısa müddətdə iflasa uğradığını deşifrə etmək. Bizim bugün əsas xəritəmiz, bələdçimiz isə Michael Watkinsin əsəridir. Yəni o məşhur ilk 90 gün kitabı. Hansı ki artıq qlobal səviyyədə minlərlə rəhbər üçün sözün əsl mənasında bir sağ qalma təlimatına çevrilib. Elədir, biz sənin yeni mühitdə bir yük olmaqdan çıxıb, dərhal dəyər qatan birinə çevrilməyin üçün bu kritik tranzit dövrünü necə sürətləndirə biləcəyimizi kəşf edəcəyik. Və yəni bu keçidi anlamaq üçün ilk növbədə biznes dünyasının sənin uğurunu və ya uğursuzluğunu hansı meyarlarla, hansı riyaziyyatla ölçdüyünü anlamaq lazımdır. Bilirsən, hər şey bir mərkəzi konsepsiyanın ətrafında fırlanır. Buna qırılma nöqtəsi, ingiliscə desək break-even point deyirlər. Gəl bu qırılma nöqtəsini dərhal açaq. Çünki bu ifadəni eşidəndə adamın ağlına ilk olaraq hansısa mühasibatlıq, maliyyə hesabatı gəlir, amma əslində bu sənin karyera taleyini həll edən bir fenomendir. Tam olaraq. Təsəvvür et ki, sən yeni bir təşkilata yaxud elə eyni şirkət daxilində yeni bir rəhbər posta gəlirsən. Bax, ilk vaxtlarda sən təşkilat üçün təmiz bir xərcsən, sən sadəcə bir yüksən. Sərt səslənir, amma düzdür. Səbəb də çox sadədir. Şirkət sənə yüksək maaş verir, səni yeni sistemlərə öyrəşdirmək üçün resurs ayırır. Ən əsası isə digər işçilər sənə vaxt sərf edir. Dəqiq. Sənin tabeliyində olanlar sənə nəyisə izah etmək üçün, sənin o bitməyən suallarını cavablandırmaq üçün öz əsas məhsuldar işlərindən qalırlar. Yəni sən bu mərhələdə təşkilatın vaxtını və enerjisini sadəcə istehlak edirsən. Bəs qırılma nöqtəsi var da yaranır? Qırılma nöqtəsi sənin təşkilatdan aldığın bu dəyərlə öz strateji qərarların, yaratdığın effektivlik və komandana qazandırdığın mənfəətlə təşkilata qatdığın dəyərin tarazlaşdığı andır. Bax, o nöqtədən sonra sən artıq bir xərc mərkəzi deyil, şirkətə xeyir verən bir aktivsən. Yəni, bunun sadə bir kofe shop açmaq kimi düşünmək çox bəsit olardı məncə. Təsəvvür et ki, sən böyük bir texnoloji şirkətdə köhnə, amma çox mürəkkəb bir proqram təminatı sistemini təhvil almısan və ya bir startapı. Çox yaxşı nümunədir. İlk aylarda sən kodu anlamağa çalışırsan, serverlərə pul xərcləyirsən, ən əsas proqramçıların vaxtını alırsan, bir sözlə şirkətin resurslarını yandırırsan. Sənin əsas hədəfin isə ən qısa müddətdə, yəni bu sistemi optimallaşdırıb gəlir gətirən bir mexanizmə çevirməkdir. Bəs bu mənfiyyətə keçmək adətən nə qədər vaxt alır? Bax, araşdırmalar burada çox maraqlı və biraz da qorxulu bir rəqəm ortaya qoyur. Orta səviyyəli bir rəhbərin bu qırılma nöqtəsinə çatması orta hesabla 6,2 ay çəkir. Bir dəqiqə? Nə? 6 aydan çox vaxt. Bəli, yarım ildən çox. Bu ki, günümüzün bu aqressiv və sürətli biznes dünyasında intihar deməkdir.
hansı idarə heyəti, hansı səhmdar sənə o mənfiyyət nöqtəsində çatmaq üçün düz yarım il vaxt verər? Məsələ də elə bundadır, vermirlər. Və əsas problem böyük partlayış məhz burada baş verir. İnsanların təbii olaraq o nöqtəyə çatma sürəti ilə şirkətin onlardan gözləntisi arasında böyük, uçurum boyda bir fərq var. Yəni sən daha sürətli olmalısan. Mütləq. Mənbəmizin, yəni bu ilk 90 gün kitabının da əsas məqsədi bu müddəti strateji addımlarla ən azı bir ay, bəzən daha da çox qısaltmaqdır. Çünki bilirsən, sən bu prosesi tezləşdirməsən, yekun çox acınacaqlı ola bilər. Necə acınacaqlı, məsələn? Statistikaya görə kənardan gətirilən rəhbərlərin 40-50% ilk 18 ayda yekunda uğursuz olur. Yarı-yarıya şans yəni. Bəli. Ciddi bir hissəsi qovulur ya da elə kənarda qalıb marginallaşdırılır. Və sənin bayaq o ilk dediyin rəqəm var idi, ha? 2,7 milyon dollar. Dəqiq. Bir rəhbərin uğursuzluğunun, onun verdiyi yanlış qərarların, şirkətə vurduğu birbaşa və dolaysız zərər, bax o məbləğlərə qədər çata bilir. Sözün düzü, bu dəhşətli rəqəmdir. Və daha da dəhşətlisi, bilirsən nədir? Bunun insani tərəfi. Niyə biz bu keçid dövrünü sadəcə sənin, yəni yeni rəhbər kimi, tək sənin fərdi problemin kimi görməməliyik? Çünki sən batanda tək batmırsan. Bütün komandanı özündən çəkirsən. Əlbəttə. Araşdırmaya görə bir uğursuz liderin ləngliyi və ya yaratdığı xaos birbaşa olaraq orta hesabla 12,4 nəfərin performansına mənfi təsir göstərir. Yəni sənin verdiyin tək bir yanlış qərar, o yersiz mikromenecment, sənin altındakı ondan çox insanın motivasiyasını qırır. Yaxşı, o zaman məndə belə bir təbii sual yaranır. İnsanların bu qırılma nöqtəsinə aylarla çata bilməməsi, bu 40-50%lik dəhşətli uğursuzluq dərəcəsi, bütün bunların səbəbi həmin şəxslərin sadəcə səriştəsiz və ya pis rəhbər olmasıdır. Yəni, HR necə olub ki, bu qədər bacarıqsız insanı işə götürüb? Qətiyyən yox. Bax, söhbət səriştəsizlikdən getmir. Sən böyük ehtimalla əvvəlki işində mükəmməl nəticələr göstərmiş, parlaq, çox ağıllı bir mütəxəssissən. Problem sənin bacarığında deyil. Bəs nədədir? Problem yeni mühitdə bilmədən atdığın yanlış addımlar və yaratdığın o mənfi reaksiyalardadır. Watkins burada çox dəqiq, bəlkə də qəribə bir bioloji metaforadan istifadə edir. O deyir ki, yeni gələn lider təşkilat daxilində məhsuldar davranışları artıran bir kristal toxumu kimi də çıxış edə bilər. Lakin çox vaxt təşkilat tərəfindən az qala bir virus kimi qəbul edilir. Virus. Yəni, biraz ironik səslənmir. Mən bu şirkəti böhranlardan çıxarmaq, böyütmək üçün bura gətirilmişəm. Bəlkə də məni xüsusi transfer ediblər. Niyə mən birdən-birə bədənə girən bir virusa çevrilirəm? Çünki sən təşkilatın mədəniyyətini, onun o yazılmamış gizli qaydalarını anlamaq əvəzinə dərhal əməliyyat masasına keçib kəsib doğramağa başlayırsan. Əgər yeni lider ilk günlərdən insanları dilləmirsə, yəni mövcud dinamikanı öyrənmədən sərt qərarlar verirsə, bəli, və komandanın etimadını zədələyirsə, təşkilatın sanki bir immunitet sistemi işə düşür. Və bu, kağız üzərindəki sadəcə bir termin deyil, sən bunu şirkətdə canlı şəkildə görə bilərsin. O zaman bunu bizim üçün bir qədər vizuallaşdır. Bu korporativ immunitet sistemi necə işləyir axı? Bu, yəqin ki, insanların sənə qarşı otağa girib açıq üsyan etməsi deyil. Xeyr, əslində açıq üsyan olsa, sən bununla mübarizə apara bilərsən. Sən bilərsən ki, düşmən kimdir. Korporativ immunitet sistemi çox daha sinsi və səssiz işləyir. Bu belə qızdırma və ya öskürək deyil. Bəs nədir? Wow, bu məsələn sənin göndərdiyin o çox vacib e-maillərə 3 gün sonra özdə qısa, faydasız cavabların gəlməsidir. Bu, iclaslarda hər kəsin sənin təkliflərinə gülümsəyib, başını yırğalayıb əla fikirdir deməsi, amma otaqdan çıxdıqdan dərhal sonra biz bunu onsuz da belə etməyəcəyik deyib prosesi sabotaj etməsidir. Wow, bu çox tanış mənzərədir. Hətta ingilislərin malicious compliance dediyi bir şey var, bəlkə eşitmisən. Sənin verdiyin əmri bilərəkdən o qədər hərfi və sərt şəkildə yerinə yetirirlər ki, proses məqsədli şəkildə çökür. Və sonra tam məsum şəkildə sənə deyirlər ki,
Axı siz belə istəmişdiniz. Səni o qeyri-rəsmi məlumat axınından, o kofe maşınının yanındakı əsl qərarların verildiyi söhbətlərdən tamamilə təcrid edilirlər. Yəni sən faktiki olaraq informasiya vakuumuna düşürsən və yavaş-yavaş zərərsizləşdirilirsən. Dəqiq. Və nəticədə sistem səni, yəni o virusu bədəndən kənarlaşdırır. İşdən çıxarılırsan. Sənin təsvir etdiyin bu mənzərə sözün əsl mənasında qorxuncdur. Amma burada mənim üçün çox məntiqi bir sual yaranır. Mən başa düşürəm ki, şirkətin mədəniyyəti yeni gələni rədd edə bilər. Lakin əgər bu liderlər əvvəlki işlərində məhz köhnə üsulları ilə uğur qazanıblarsa, yəni onları zirvəyə bu üsullar çatdırıbsa, niyə onu burada tətbiq etməməlidirlər? Bəlkə də təşkilat onlara boyun əyməlidir, onlar təşkilata yox. Niyə onlar köhnə vərdişlərindən bu qədər asıldılar? Bax, bu ilk 90 gün kitabının və bəlkə də ümumiyyətlə liderlik psixologiyasının ən təməl daşlarından biridir. İnsanın beyni asan yolu sevir. Mənbəmiz bunu problem tərcihləri, İngiliscə problem preferences adlandırır. İnsanlar stresli, qeyri-müəyyən və yeni bir mühitə düşəndə bilirsən nə edirlər. Təbii olaraq yaxşı bacardıqları, özlərini güclü hiss etdikləri işləri görməyə meyilli olurlar. Yəni beyin özünü təhlükədə hiss edəndə deyir ki, dayan. Sən əvvəl qəhrəman edən nə idi? Bəli, deyir ki, sən əvvəl hər detala nəzarət edirdin, indi də onu et. Dinləyici, bax bir anlıq bunu öz təcrübəndən düşün. Yeni, çox məsuliyyətli bir işə keçəndə, hər şeyin nəzarətdən çıxdığını hiss etdiyin o ilk anlarda nə edirsən? Çox güman ki, sən komandanın strategiyasını qurub onlara istiqamət vermək əvəzinə, sənə tanış olan o isti köhnə komfort zonana qaydırsan. Bəlkə sən də böyük mənzərəyə baxmaq əvəzinə işçilərinin yazdığı hesabatlardakı vergülləri, o Excel cədvəllərindəki rəqəmləri tək-tək özün yoxlamağa başlayırsan. Niyə? Çünki bu sənə tanışdır. Tam olaraq budur. Watkins bunu fiziki bir məşqə bənzədir. Yəni bu, eyni ilə idman zalında ancaq sağ qolunu məşq etdirib, sol qolunu tamamilə unutmağa bənzəyir. Təbii ki, sağ qolun dəhşətli dərəcədə güclənir. Amma bədənin balansı tamamilə pozulur. Əlbəttə, və sən yeni, mürəkkəb bir hərəkəti edə bilmirsən. Watkins kitabda iki çox parlaq nümunə ilə bu fəlakətin necə yaşandığını göstərir. Gəl o nümunələrə baxaq. İlk nümunəmiz Julia Gold hekayəsidir. Julia marketinq sahəsində inanılmaz dərəcədə uğurlu bir mütəxəssisidir. Onun super gücü nə idi bilirsən? Detallara aşırı nəzarət etmək. O, hər bir dizayn, hər bir mətn üzərində mikromanagement edirdi və bu, ona öz sahəsində o səviyyədə uğur gətirirdi. Məhz bu mükəmməlliyinə görə şirkət onu yüksəldir və çarpaz funksional, yəni həm marketinq, həm IT, həm də satış departamentlərinin birgə işlədiyi böyük bir layihənin rəhbəri təyin edir. Mən artıq fəlakətin necə gəldiyini görürəm. O, eyni o detallı nəzarəti bu dəfə gətirib bütün departamentlərə tətbiq etməyə cəhd edir. Dəqiq. O marketinqdə ona uğur gətirən o boğucu nəzarəti yeni və daha kompleks komandaya keçirir. Təsəvvür et, IT mütəxəssislərinə də kod yazanda necə yazmalı olduqlarını izah etməyə çalışır. Nəticədə o yüksək ixtisaslı komanda üzvləri özlərini təhqir olunmuş hiss edirlər. Ondan uzaqlaşırlar, məhsuldarlıq çökür. Və Julia yəqin ki, qısa müddətdən sonra layihədən qovulur. Bəli, qovulur. Yaxşı, yəni mən bununla razıyam. Julia marketinq üzrə mütəxəssisidir. Bəlkə də onun ümumi liderlik təcrübəsi kifayət qədər deyildi. Amma nəzərə alsaq ki, biz qlobal və ən yüksək səviyyəli vəzifələrdən danışırıq. Axı məntiqlə bir baş icracı direktor, yəni illərlə pillə-pillə yüksəlmiş bir CEO, bu qədər elementar, necə deyərlər, tələbə səhv etməz, doğrudurmu? Sən çox məntiqi düşünürsən. Amma reallıq səni bu məntiqini tamamilə təksib edir. Watkins'ın verdiyi ikinci nümunəyə baxaq. Söhbət Coca-Cola kimi nəhəng bir şirkətdən və onun rəhbərlərindən biri olmuş Douglas Ivester'dən gedir. O, Coca-Cola'da CEO olub, eləmi? Bəli. Və bu adam sıradan biri deyildi. O, şirkətin mükəmməl əməliyyatlar üzrə direktoru, yəni bir növ mühərriki idi. O, zavodların riyaziyyatını, təchizat zəncirinin hər xırda detalını əzbər bilirdi və məhz buna görə də birbaşa CEO postuna gətirildi. Amma sən necə düşünürsən, o CEO olduqdan sonra köhnə vərdişlərindən, o güclü sağ qolundan qopa bildimi? Sözün düzü mən yox deyərdim. O, yəqin özünü yeni CEO kimi yox, sadəcə daha çox maaş alan bir super əməliyyatlar direktoru kimi aparmağa başladı. Tam olaraq belə.
Bir CEO strateji baxış nümayiş etdirməli, hökumətlərlə, ictimaiyyətlə əlaqələri tənzimləməli, böhranları üstdən idarə etməli olduğu halda Ivester detallarda boğuldu. Kitab onu musiqi duyumu olmayan biri, yəni tiner kimi təsvir edir. O, şirkəti idarə etməyin yalnız riyaziyyatını bilirdi. Amma bu yeni vəzifənin tələb etdiyi musiqisini duya bilmirdi. Bəli, Avropada Coca-Cola ilə bağlı ictimai bir böhran yaşananda, o bunu sadəcə rəqəmlərlə həll edəcəyini düşündü. İnsanların hisslərini və işin PR tərəfini tamamilə qaçırdı. Nəticə etibarilə onun bu köhnə davranış modeli karyerasının sonunu gətirdi. Bax, bütün bu misallar məni çox önəmli bir, necə deyərlər, aydınlanma anına gətirib çıxarır. Yəni, əslində sənin keçmiş uğurun, səni bugünə qədər gətirən hamının əla bacarırsan dediyi o qızıl keyfiyyətlərin, əgər sən onları heç bir filtrdən keçirmədən, vəziyyəti dəyərləndirmədən, olduğu kimi yeni mühitə kopyalayıb yapışdırırsansa, əslində sənin ən böyük, ən ölümcül zəifliyinə çevrilir. Tamamilə. Dinləyici, sən yeni vəzifəyə keçəndə sadəcə ofisini və kreslonu dəyişmirsən. İlk növbədə zehnini dəyişməlisən, köhnə işindən psixoloji olaraq qopmalısan, köhnə sənlə, o çox sevdiyin, qürur duyduğun peşəkar kimliyinlə amansızcasına vidalaşmalısan. Məhz buna görə Watkins buna özünü təşviq etməyi adlandırır. Başqalarının sənə o vəzifəni verməsi kifayət deyil. Sən öz beynini, o düşüncə tərzini o vəzifənin səviyyəsinə qaldırmalısan. Əks halda fəlakət qaçılmazdır. Yaxşı, mənzərə aydındır. Köhnə vərdişlər işləmir, kopyalamaq bizi məhv edir. Bəs əgər biz öz intuisiyamıza və illərlə formalaşdırdığımız o güclü mexanizmlərimizə güvənə bilməriksə, bu yeni qaranlıq otaqda nə etməliyik? Yəni, divarlara dəyib yıxılmamaq üçün əlimizdəki kompas nə olmalıdır? Bax, o kompas vəziyyəti düzgün və analitik diaqnoz etməkdir. Sən yeni vəzifəyə gələndə beynində mütləq şəkildə qəbul etməlisən ki, hər yerdə, hər xəstəliyə işləyən tək bir möcüzəvi həb yoxdur. Sənin liderlik strategiyan düşdüyün vəziyyətə 100% uyğunlaşmalıdır. Kitab bunun üçün bəlkə də ən dəyərli aləti STARS modelini təqdim edir. STARS modeli. Sən 4 fərqli biznes ssenarisindən bəhs edirsən. Məncə biz bu modeli sadəcə səthi keçməməliyik. Çünki əgər lider xəstəliyi düzgün təyin etməzsə, verdiyi dərman xəstəni sözün əsl mənasında öldürəcək. Gəl bu 4 ssenarinin hər birini konkretləşdirək. Birincisi S hərfi, yəni startup, yeni başlanğıc. Startup ssenarisi o deməkdir ki, sən hər şeyi tamamilə sıfırdan qurursan. Burada struktur yoxdur, qaydalar yoxdur, hətta ortada komanda belə yoxdur. Sən insanları işə götürməli, bir vizyon yaratmalı və enerjini bir araya gətirməlisən. Bu mərhələdə səndən tələb olunan resursları tapmaq və sürətlə hərəkətə keçməkdir. Yəni sən burada bir mimarsan? Düzdür, sən təməl atırsan. Başa düşdüm. İkincisi, T hərfi, yəni turnaround, böhrandan çıxış. Bu bəlkə də ən streslisidir, elə deyilmi? Tamamilə. Böhran ssenariyasında şirkət və ya departament qan itirir. Hər kəs bilir ki, gəmi batır. Sən bura gələndə artıq mimar deyilsən. Sən təcili yardım cərrahısan. Vaxt yoxdur. Heç vaxtın yoxdur. Bəzən çox ağırlı qərarlar verməli. Sürətlə xərcləri kəsməli. Komandanı ixtisar etməli. Hər şeyi söküb yenidən yığmalısan. Burada səndən qətiyyət və sürət tələb olunur. Mədəniyyət qurmaq ondan sonra gəlir. Və sonra gəlir A hərfi. Realignment, yəni yenidən qurma və ya istiqaməti dəyişmə. Bax, sözün düzü bu mənim üçün həmişə ən təhlükəli ssenari kimi görünüb. Çünki böhranda hamı bilir ki, problem var. Amma yenidən qurmada belə deyil axı. Sən çox haqlısan. Bu ən çətin mədəni sınaqdır. Təsəvvür et ki, vaxtilə bazarın tək lideri olan, böyük uğurlar qazanmış, amma hazırda yavaş-yavaş, heç kimə hiss etdirmədən kiçilən, köhnələn bir şirkətdəsən. İşçilər çox rahatdır. Onlar hələ də özlərini qəhrəman olduqlarını düşünürlər. Amma sən bilirsən ki, bir neçə ilə bu şirkət məhv olacaq. Bəli, sənin işin bu rahatlıq illüziyasını dağıtmaq, insanlara biz batırıq həqiqətini göstərmək və onları yeni istiqamətə yönəltməkdir. Sən burada cərrah yox, bəlkə də bir psixoloq və strategsən. Çox maraqlıdır.
Və nəhayət sonuncu, yenə S hərfi, sustaining success, yəni uğurun qorunması. Məncə, əksər rəhbərlərin o bayaq danışdığımız ən böyük axmaqlıqları məhz burada baş verir. Hə, dəqiq burada. Sən saat kimi işləyən super uğurlu bir komandanı təhvil alırsan, komanda sənin o inqilabi yeni ideyaları ümumiyyətlə istəmir, çünki onsuz da hər şey əla işləyir. Bəs burada yeni rəhbər nə etməlidir? Burada sənin ən böyük vəzifən zərər verməməkdir. Sən ora gedib, mən müdirəm, hər şey dəyişəcəm desən, sən o bayaq danışdığımız virusa çevriləcəksən. Çünki sağlam bir orqanizmi əməliyyat etməyə çalışırsan. Sadəcə özü onu təmin etmək üçün. Düzdür. Burada sən əvvəlcə dərindən öyrənməlisən, sistemi müşahidə etməlisən, keçmiş rəhbərin kölgəsindən çıxmaq üçün kiçik amma vacib optimallaşdırmalar etməlisən, köklü inqilablar yox. Fikir verirsənmi, bu 4 ssenarinin hər birində liderin funksiyası necə tamamilə fərqlidir? Dinləyici bu çox vacibdir. Ofisə girdiyin o ilk gün nəsə etməzdən əvvəl dayan və özünə sual ver. Mən hazırda hansı ssenarinin içindəyəm? Məndən xilaskar olmağımı gözləyirlər, memar olmağımı, yoxsa sadəcə sükanı sabit saxlamağımı? Bəs yaxşı, yəni fərz edək ki, vəziyyəti düzgün təyin etdik, biz bu yeni qatara necə minirik? Axı keçidlər heç vaxt o kinolardakı kimi ideal olmur. Bazar günü bitib, bazar ertəsi tamamilə yenilənmiş halda baş vermir bu proses. İşlər bir-birinə qarışır. Bunun üçün kitabda çox praktiki və kritik bir məsləhət var. Təmiz qırılma nöqtəsi, yəni clear break point yaratmaq. Problem ondadır ki, liderlər köhnə işlərinin quyruğunu, əgər belə demək olarsa, yeni işlərinə daşıyırlar. Həm yeni strategiyanı qurmağa çalışır, həm də köhnə ofisdəki problemləri həll etməyə davam edirlər. Bəli, köhnə e-maillara cavab verirlər, köhnə iclaslara qoşulurlar. Nəticədə zehni bir xaos yaranır. Və bax bu dağınıqlıq o ilk bağışlanmaz səhvlərin toxumlarını səpir. Razıyam, dağınıqlıq fəlakətdir. Amma belə baxanda, həftə sonu tək qalıb, keçmişlə vidalaşmaq biraz abstrakt səslənir. Yəni, mən necə əmin ola bilərəm ki, bu qırılmanı həqiqətən yaratmışam? Mənə konkret, icra edilə bilən mexanizmlər lazımdır. Necə edim? Çox ağlı tələbdir. Söhbət təkcə tək qalıb meditasiya etməkdən getmir. Sən mexaniki və bərk addımlar atmalısan. Məsələn, köhnə komandanı qəti bir avtomatik cavab təyin etmək. Yəni, e-maildə autoresponder qoyursan ki, mən artıq bu layihədə deyiləm, bütün məsələlər üçün filan kəsə müraciət edin. Köhnə səlahiyyətləri təhvil vermək üçün fiziki bir handover iclası keçirmək və bunu sənədləşdirmək. fiziki olaraq məkanını tamamilə dəyişmək. Dəqiq. Bir cümə günü öz-özünə bir bağlanış rituallar etmək. Və həmin o həftə sonundan sonra bazar ertəsi yeni işə tam diqqətlə, ingilislərin hit the ground running dediyi kimi sıfır köhnə yüklə tamamilə yeni məqsədlərə köklənmiş şəkildə başlamaq. Səni dinlədikcə düşünürəm ki, əgər biz bunu daha böyük mənzərə ilə, təşkilatın özü ilə əlaqələndirsək, ortaq bir keçid dilinin nə qədər dəyərli olduğunu görərik. Təsəvvür et ki, təkcə sən yox, sənin rəhbərliyin, sənə tabe olan insanlar, hamısı bu STARS modelini bilir. Bu fantastik bir senaryo olardı. Hə, hamı açıq şəkildə danışır ki, baxın, biz hazırda yenidən qurma mərhələsindəyik, buna uyğun davranaq. Əfsus ki, bilirsən, şirkətlərin 90% bunu etmir. Onlar dəyərli bir istedadı götürürlər, ona yeni vəzifə verirlər və deyirlər ki, buyur, hovuza atıl və üzməyi özün öyrən. Batırsansa, deməli yaxşı deyilsən. Bax, yanaşma budur. Halbuki onlara metodik şəkildə bu keçid dövrünün qaydalarını, ilk 90 günün prinsiplərini öyrətmək lazımdır. Bunu sistemli şəkildə tətbiq edən şirkətlər o 2,7 milyonluq zərərdən xilas olur və ən əsası istedadları qoruyurlar. Gəl bunu belə xülasə edək. Deməli, bu tranzit prosesi əslində hərəkət edən bir qatardan birbaşa digər fərqli istiqamətə və fərqli sürətlə gedən qatara tullanmağa bənzəməməlidir. Bu tullanış intihardır. Mütləq. Sən əvvəlcə köhnə qatardan stansiyada düşməlisən. O təmiz qırılma nöqtəsini o peranda yaratmalısan. Peranda dayanmalı, bir anlıq dərin nəfəs alıb beynini təmizləməlisən. Sonra ətrafa baxıb, hansı qatara mindiyini, o qatarın xarakterini, yəni o bayaq dediyimiz STARS modeli ilə onun böhranda yoxsa zirvədə olduğunu təyin etməlisən. Və yalnız bundan sonra yeni qatara minib sükanı ələ almalısan. Bəli. Və o peronda dayanıb situasiyanı diaqnoz edərkən aldığın o dərindən nəfəs
sənin növbəti 90 gününün, bəlkə də bütün karyeranın taleyini həll edəcək qədər kritikdir. Böyük bir transmilli şirkətin idarə heyətinə keç. İstərsə də kiçik, cəmi 5 nəfərlik yeni bir layihəyə rəhbərlik etməyə başla, bilməlisən ki, sənin qarşında görünməz bir saat işləyir. O həyəcanla baxdığın finiş xətti əslində çox ağır və təhlükəli bir marafonun sadəcə başlanğıcıdır. Biz bugün öyrəndik ki, sənin bir nömrəli düşmənin kənardakı rəqiblər və iqtisadiyyat yox, öz içindəki o köhnə vərdişlərindir. O vərdişlər ki, keçmişdə sənə kömək edib, amma indi səni batıra bilər. Dəqiq, sən o vərdişləri peronda qoymalısan. Yeni təşkilatın immunitet sistemini qıcıqlandırmadan, bir virus olmamaq üçün mühiti və start ssenarisini diqqətli oxumalısan. Bütün bunların mərkəzində isə tək bir məqsəd dayanır. Ən qısa zamanda sənə çəkilən xərci ödəyib, qırılma nöqtəsinə, yəni təşkilata dəyər qatan, mənfəət gətirən birinə çevrilmək. Və ən əsası da odur ki, sən özünü bu yeni rola yalnız fiziki yox, zehni olaraq təşviq etməlisən. Bax, bu heç də asan bir daxili inqilab deyil, lakin uğurun yeganə açarıdır. Tam razıyam, amma bu dərin təhlili bitirməzdən əvvəl mən səni tamamilə başqa, kitabda bəlkə də birbaşa yazılmayan, amma reallıqda qarşılaşacağın dəhşətli dərəcədə provokativ bir sualla baş-başa buraxmaq istəyirəm. Biz bugün bütün müzakirə boyu sənin öz köhnə, işləyən vərdişlərindən qopmağının vacibliyindən danışdıq. Lakin üzərində çox dərindən düşünməli olduğun bir məqam var. Görəsən nədir bu məqam? Bax, bəs əgər sənin yeni rəhbərliyin, sənə bu vəzifəni verən idarə heyəti, ya da elə sənin altındakı o yeni komanda, səndən məhz köhnə vəzifəndəki o hər şeyi tək başına həll edən, o aqressiv, o mikromenecer adam olmağını gözləyirsə, necə olacaq? Təsəvvür et ki, şirkətin sənin o geniş düşünən versiyana ehtiyacı var. Amma eyni o şirkətin insanları korporativ tənbəllik ucbatından səndən məhz tərk etməli olduğun o köhnə səni tələb edirlər. Onlar istəyirlər ki, sən yeni onların yerinə qərarlar verəsən, yeni xırda işlərə qarşısın. Vah, bu çox ağır bir psixoloji təzyiqdir. Bəli, insanların səni öz köhnə rahatlıq zonalarına çəkmək üçün göstərdiyi bu böyük psixoloji təzyiqlə necə mübarizə aparacaqsan? Bilirsən, bu şübhəsiz ki, bir liderin karyerasında qarşılaşa biləcəyi ən paradoksal, ən ağır sınaqdır. Özünün inkişaf etməsi kifayət etmir, sən bütün təşkilatın gözləntilərini də yenidən formatlamalısan. Dəqiq, o zərif xət və qaydaq elə lap əvvələ, o parlayan yeni ofis, o fəxrlə baxdığın minalanmış ərazi, sənin gələcəyini 6 ay sonra o otaqda qalıb-qalmayacağını məhz bu təzyiqlərə tab gətirib, yeni səni həm özünə, həm də onlara necə qəbul etdirəcəyini həll edəcək. Biz səni bu həlledici düşüncələrlə baş-başa buraxırıq. İnanıram ki, sənin o ilk 90 günün məhz bu çətin, amma səmimi fərqindəlikdən sonra çox daha aydın, daha strateji və qat-qat daha uğurlu olacaq. O dumanlı sularda və mürəkkəb senarilərdə sənə doğru kompas və çox uğurlu keçidlər arzu edirik. Bizi dinlədiyin və bu dərin təhlildə bizimlə birlikdə mövzunun dərinliklərinə endiyin üçün təşəkkür edirik. Özünü zehni olaraq hər zaman bir addım irəliyə təşviq etməyi unutma. Növbəti görüşlərədək.